Əli əzizlər, Məhərrəm ayı yaşayırıq. Bizdə yanvar ilin əvvəl ayı olduğu kimi, Hicri qəməridə də Məhərrəm ayı əvvəliminci aydır. Yeni ildir. Ancaq biz onu İmam Hüseyin əleyhissalamın müsibəti ilə tarixdə tanıyırıq. Çox əksərən insanlar. Allah Quranda Tövbə surəsində 4 ayı 36-cı ayədə haram ay, yəni hörməti saxlanılan ay, günahlar edilməyən, cəng, döyüş, müharibə, zülm edilməyən ay kimi Məhərrəmi də göstərir. Zilqiddə, Zilhiccə, Muharrəm və Rəcəb ay ki, insanlar burada qan tökməsin, zülm, fəsad törətməsinlər. Məhərrəm ayı da o aylardan biridir. Dediyim kimi, əsas biz onu İmam Hüseyin əleyhissalamın qiyamı ilə tanıyırıq. Bu ay tövbə ayıdır, ibadət ayıdır. Haqla, əzizlər, batilin mübarizəsi. Baş veribdir. Bizdə anım hər ildə bu günü yaşadırıq. İmam Hüseyin əleyhissalam Kərbəla qiyamı Məhərrəm ayında təsadüf edilibdir. Məhərrəm sözünün mənası nədir, əziz məclis əhli? Məhərrəm sözü haram edilmiş, toxunulmaz mənasını verir. Hətta Peyğəmbər əleyhissalam Peyğəmbərliyə yetişməmiş öncə cəhaliyyət dövrü var idi. Eşidərsiniz tarixdə. O dövrdən bu ayda döyüşmək haram idi, hələ cahiliyyət dövründə, ərəblərdə. Lakin hicrətin 61-ci ilində Yezid ordusu ilə ilahi hörməti pozdu. Kərbalada Peyğəmbər əleyhissalamın nəvəsi İmam Hüseyin əleyhissalamı, ailəsini və sahabalarını şəhid etdi. Susuz, çöllərə dolandırıb əsir kimi başlarını kəsib Şama apardılar. Və Məhərrəm ayı tarixdə əbədi olaraq Kərbala ilə bağlandı. Deməli, Məhərrəm ayında haqq ilə batilin ayrılması ayıdır. İmam Hüseyin əleyhissalam buyurur, mən zülm etmək, fəsad törətmək üçün qiyam etmədim. Mən yalnız cəddin Peyğəmbərin ümmətini islah etmək üçün qiyam etdim. Ona görə Məhərrəm ayı bizə öyrədir ki, mömin insan haqqın yanında dayanmalıdır. Yəni, insan haqqın yanında dayanmalıdır. Zülmə boyun əyməməlidir. Kərbalada bu baş verdi. Və bu Kərbala göstərdi ki, Allah yolunda insan maldan da, vəzifədən də, hətta candan keçə bilər, mümkündür. Çünki İmam Hüseyin əleyhissalam bu yolu bizə öyrətdi. Quran-ı Kərimin Əhzab surəsində Allah Teala buyurur, möminlərdən elələri var, Allahla bağladıqları əhdə sadiq qaldılar. Yəni, bu ayə ilə biz tam Kərbalada şəhid olan o şəhidlərin ruhuna tam uyğun gəlir. Bu ayəni o cür hesab edə bilər. İmam Hüseyin əleyhissalam Aşura günü çıxışında buyurub, əgər dininiz yoxdursa və axirətdən qorxmuşsunuzsa, heç olmasa dünyanızda azad olun. Bu söz bizə insan ləyaqətinin və azadlığının ən böyük şüarlarından biridir. Hədislərdə var ki, Məhəmməd Peyğəmbər əleyhissalam Məhərrəm ayı haqqında buyurmuşdur. Ramazandan sonra ən fəzilətli
oruc Allahın ayı olan Məhərrəm ayıdır ki, insan oruç tutar. Başqa bir hədisdə Peyğəmbərdən gəlib əleyhissalamdan Məhərrəm Allah ayıdır. Yəni bu hədis bizə göstərir ki, Məhərrəm ayının xüsusi məqamı var. İmam Cəfər Sadiq əleyhissalamdan, sair imamlarımızdan Məhərrəm ayı ilə bağlı İmam Cəfər Sadiq əleyhissalam buyurur, Məhərrəm ayı daxil olduqda atamı gülərüz görməzdik. Aşura gününə qədər qəmli olardı. İmam Rıza əleyhissalam buyurur, Məhərrəm ayı gələndə atamı sevinç içində görməzdim. 10 gün qəmli olardı. 10-cu gün isə müsibət və hüzün. Yəni günü qərar verirdi, Aşura günü. Deməli, bizə bu hədislər göstərdi ki, Əhl-i Beyt əleyhissalamlar Məhərrəm ayını Hüseyn əleyhissalamın müsibəti ayı kimi yad ediblər. Hətta İmam Rıza əleyhissalamdan hədis var. Debel adlı bir şair gələrdi imamı ziyarət eləməyə. Məhərrəmlik ayı yetişib, sizə başsağlığı verməyə gəldim. Deyərdi, şair, heç qəsidə yazmışsan? Deyərdi, bəli, ağa, Kərbəla faciəsindən yazmışam. Deyərdi, bax, Allah qəsidə yazanı da, onu oxuyanı da, ağlayanı, ağladanı da, o qəsidəyə qulaq asanı da, hamısını ki, İmam Hüseyndən yazıblar, Allah bağışlayar. Cəfər Sadiq əleyhissalam onun yanına gələn bir qonağa dedi, siz tərəfdə Məhərrəmlik diri saxlanılırmı? Dedi, bəli. Dedi, bax, ağca qanadın gözü qədər, qanadı qədər gözdən yaş axsa, ağca qanadın qanadı qədər gözdən yaş gəlsə, Allah o adamı bağışlayar. Aşura ərəb dilində 10 deməkdir, yəni 10-cu gün. İmam əleyhissalam o gün şəhid oldu. Qardaşı Həzrəti Əbəlfəzl əleyhissalam şəhid oldu. Oğlu Əli Əkbər əleyhissalam şəhid oldu. İmamın oğlu Əli Əskər əleyhissalam şəhid oldu. Tamam sahabalar, Qasım əleyhissalam, Zeynəb əleyhissalamın imamın bacısı uşaqları, yəni 18 nəfər İmam Hüseynlə bir yerdə Peyğəmbər ailəsi idi, şəhid oldular. Qalan qız gəlinləri əsir götürüb diyar çölləri dolandırıb, xeymələri yandırıb Şama apardılar. Buna görə Aşura tarixi bir hadisə təkcə deyil, haqqın əbədi zəfərinin simvoludur. Məhərrəm ayı yetişəndə hər bir müsəlman, Əhl-i Beyt sevər, çalışmalıdır bu ayda İmam Hüseynin tanısın və onun nə məqsədlə bu qiyamını öyrənsin. Mərsiyə və əzadarlıq məclislərində iştirak etsin. Qur'an-ı Kərim oxusun, tövbə və istiğfar etsin, sədəqə versin, yəni yaxşı əməllər görsün. Zülmə qarşı həssas olsun. Namaza və dini vəzifələrə daimi çox ciddi diqqət etsin. Bu ayda alınacaq bizə dərs, ibrət, haqq yolunda sabit qədəm olmaq, zalıma boyun əyməmək, Allah yolunda fədakarlıq etmək, ədaləti müdafiə etmək, dinə və Qurana sahib çıxmaq, Əhl-i Beytə məhəbbəti artırmaq. Bəli, Məhərrəm ayı sadəcə ilik ayı deyil, o bir məktəbdir. Bu məktəbdə İmam Hüseyn əleyhissalam bizə öyrədir ki, insan haqq uğrunda lazım gəldikdə hər şeyini fəda edə bilər, lakin öz imanını və şərəfini əsla satmaz. Allah-u Teala bizi İmam Hüseyn əleyhissalam, Həzrəti Zeynəb əleyhissalam və Kərbala şəhidlərinin yolundan ayrılmasın. Allah imamı, əziz cəmaatımız sizlərə, xalqımıza inşallah duaçı eləsin.